o niyyətlə gəlməmişdim ki, məsələn, geç mənə söz versinlər, mən də çıxış eləyib. Sadəcə özümə borc bildim ki, belə bir vaxtda, belə bir məqamda özü də 6-cı bazar günə düşmüşəm. Çünki mən işimlə əlaqədar bizdə bir dəqiqə də olsun, belə icazə söhbəti yoxdur da. Ancaq 6 bazar tədbirlərdə iştirak edə bilirəm, özü də məmnuniyyətlə iştirak edirəm, borcumu yerinə edirəm. Və bugünkü iştirakla bir qardaşlıq borcudur, bir dostluq borcudur və belə gündə də artıq kitabın məziyyətindən danışmazlar. Yəni, mən belə başa düşürəm. Ona görə ki, bugün kitabı gəlmişik bura, həm Kərəmət bəyin yubileyini təbrik edək, həm də kitabına xeyir dua verək. Kərəmət müəllim, 65 illik yubileyiniz mübarək olsun. Sizə Allah Teala bundan sonra nə qədər ömür verəcəksə, o qədər problemsiz bir ömür arzulayıram. O ömür də dediyim kimi sağlam və problemsiz arzulayıram. Və bir də bu kitabımızın çıxması münasibəti ilə təbrik edirəm. Və mən o günləri bir yerdə söhbət edirdik. Mən idim Vasim müəllim, Xaqanlı Bəsələ Öztürk idi və Xaqanlı Bəsələ orada bir təşrif də verdi ki, bundan sonra yox, elə yaxın müddət ərzində bu kitab ki var, bu kitab sizin bir də həm də arxivinizdir. Yəni, arxivinizdə olan nə qədər şeirlər ki var, burada öz əksini tapıb, belə olanda da ola bilsin də. Orada gücüdə şeirlər var, yaxşı şeirlər də var, orta səviyyəndə, bəş də zəiflər var. Yəni ki, bir də sərisindən bunun 100 şeir seçib, 100 şeir, onu ayrıca bırakarsınız. O da eyni zamanda sizin o şairlik pasportunuz olan ki, bunu hangi şeir oxusan, artıq bunun haqqında müsbət rəy deməliyəm. Və 100 şeir ona görə ki, bu həm də sizin Allah Teala nəsib eləsin gələcəkdə 100 illik, özümüzdə bir 100 il ömür arzulamaq yəni bir şeydir, biz də o arzuya qoşuluq, arzulayırıq. Yəni, Raif Yusufoğlu, Allah canı sağ olasın, dəyərli profesorumuz gözəl dedi. Səni bütün məclislərdə görmüşük. Və mən hala ümid edirdim ki, burada, bəlkə də elə ayaq burada olar ki, iştiraka görə. Bir söhbət eləmiş bundan bağlı. Ona görə ki, sən hamının tədbirində iştirak eləmişsən. Hamının xeyir günündə, yaxınında belə deyək də, yəni o yanında olursan. Və o insanların da ən azından dostluq borcuydu. Yəni, belə deyək, ən azından qarşılıqlı borc məsələsi var burada. Borcuydu ki, bugün sizin tədbirinizdə iştirak eləsin. Və mən o insanların 50%'ni deyək burada görmürəm. Amma narahat olma. Həyat davam edir, hər şey öz yerinə alacaq. Siz səmiyyətinizlə, belə deyək, o mehribançılıqla bütün dostların qəlbini... Rafiq müəllim, sevənlər burada. Sevənlər buradadır, təbii ki. Mən həmişə o sözü oldu, Məmməd Araz yazmaq düşür və ruhu şad olsun ustadım. Onu o 6-7 nəfərlə bağlı getirdiyi görüş almaq. Sonra gəlin narahat olmağa dəyməz. Yetərincə də adam var. Allah gələnlərin canını sağ eləsin. Burada eləşənlərin hər birinə, gələnlərin hər birinə ilə mən bir dost olaraq, dostu kimi təşəkkür edirəm. Və sonda bir məqamda deyirəm ki, 65 yaşı olan Kərəmət Əmirliyə olsa 55 yaş vermək olar. Allah sana sağ olasın. Bəd nəzərdə yaman gedən də olur. Oğlu ilə yan-yana gedəndə, elə deyərlər ki, bəlkə də elə atası böyük qardaşıdır. O da həyat yoldaşı burada iştirak edir. Mən bütün dostlar adından sizə təşəkkür edirəm ki, onun 100% belə qalmağını birinci səbəbçiləri sizsiniz. Allah sizi doğrusun. Var olun. Təbrik edirəm. Gözün başına aydın olsun. Mənim nəzər dostu yazdılar. Uzaqdan gələn bizim dostlara da salamımı çatdırıram. Allah sizi qorusun. Sağ olun.